Azərbaycan Xalq Parlamentinin millət vəkili, Aba Media YouTube kanalının rəhbəri və aparıcısı Teymur Eminbəylinin Azərbaycan Xalq Parlamenti millət vəkillərinə müraciəti. Dəyərli millət vəkillərimiz, ağır, lakin olduqca məsuliyyətli bir dövrdən keçirik. Azərbaycandakı qondarma həbslər, müxalif qüvvələrin susturulmasına, xalqın tamamilə çöktürülməsinə yönəldiyi bir zamanda mənsub olduğumuz xalq parlamentinə də əl uzadılıb. Parlamentə rəhbərlik edə bilməyən hazırki rəyasət heyəti və sədr kimlərəsə düşmən qüvvələrin təsiri altında parlamenti ya bu cür diktatura şəklində idarə etməyə davam etməyi, ya da parçalamağı qarşılarına məqsəd qoymuşdu. Bunu neçə günlərdir davam edən nəticəsiz danışıqlarımız və son olaraq seçki komissiyası və rəyasət heyəti üzvləri arasındakı dünənki görüş bir daha ortaya qoymuş oldu. Belə olmasaydı, hər hansı bir kompromisə nail olub yolumuzu bu rəyasət heyəti ilə davam etdirə bilərdik. Sədr hələ də asıb kəsməkdə, parlamenti bu formada idarə etməkdə israrlı olduğundan artıq seçki komissiyası da rəyasət heyəti ilə əməkdaşlıqdan imtina etmişdir. Bu vaxta qədər mənsub olduqları bütün təşkilatları dağıdaraq xalqı ümidsizliyə düçar edən əllər indi də parlamenti dağıtmağı qarşılarına məqsəd qoymuşlar. Gəlin buna imkan verməyək. Bugün Bakı vaxtı ilə saat 20-də 50 nəfər millət vəkilinin tələbi ilə çağırılan növbədənkənar fövqəladə iclas xalqımızın yeganə ümid yeri olan parlamentimizin bütövlüyünün qorunmasına xidmət edir. Hələ də tərəddüd içərisində olan millət vəkillərimizin bu 50 nəfərlə birlikdə olması parlamentin yaşaması üçün əllərindən gələni etmələrini xahiş edirəm. Gəlin xalqımızın son xilas və ümid yeri olan parlamentimizi dağılmaqdan və parçalanmaqdan xilas edək. Parlamentimizin xilası hər bir millət vəkilimizin üzərinə məsuliyyət qoyur. İndi hər şey hər bir millət vəkilindən və şəxsən səndən asılıdır. Gücümüz birliyimizdədir. Hər kəsə toplantımızın linki göndərilib. Kimdə link yoxdursa, mənə müraciət edə bilər. Azərbaycan Xalq Parlamentinin millət vəkili Teymur Eminbəyli.